Salam, hər vaxtınız xeyir dostlar. Ordumuzun öz yeriyən artilleriya sistemləri seriyamızın 3-cü hissəsində hamınızı xoş gördük. Bugünkü mövzumuz AM-120 Minatanıdır. Yadınızdadırsa, mən sizə bunun xəbərini keçən il vermişdim və artıq bu Minatanın alqı-satqısı ilə bağlı ölkəmizlə Slovakiya arasında müqavilə bağlandı. Belə ki, keçdiyimiz fevral ayında Səudiyyə Ərəbistanın paytaxtı Əl-Riyad şəhərində keçirilən World Defense Show 2026 sərgisində Azərbaycan Slovakiyanın ZTS Special şirkəti ilə AM-120 Minatanının alınmasına dair 210 milyon avro dəyərində çərçivə müqaviləsi imzalayıb. Bu müqavilə çərçivəsində təxminən 300 ədəd AM-120 Minatanının ordumuzun silahlanmasına daxil edilməsi nəzərdə tutulur. İlk partiya olaraq 96 ədəd Minatanın alınması razılaşdırılıb və Azərbaycan qalan hissə üzrə seçim hüququna malikdir. AM-120 və ya SAM-120 bu Minatan 6 təkərli Tatra 815-7 yük maşını şassinə quraşdırılıb. Bu şassi zirehli Puma L2 long kabinəsi ilə təchiz olunub. Bu şassi Minatan üçün iri ölçülü şassidir ki, bunun da səbəbi var. Çünki bu Minatan barabanlı bir Minatandır, geniş yer tutur. Bunun üçün də uyğun şassi yük maşını şassidir. Bu şassinin böyük olması bir çox insanda bu Minatanın düşmənə hədəf olması sualını yaradır. Onu deyim ki, dostlar, Minatanlar açıq döyüşə girmir ki, onu düşmən yerdən görsün. Dronlardır, dronlara qarşı şassinin böyük-kiçik olmasının bir önəmi yoxdur. Söz misalı, dronlar yerə düşən iynəni də tapır. Dronların hədəfindən qaçmadır, burada sürətin çevikliyin də bir önəmi yoxdur. Çünki dronlar heç də yavaş sürətlə uçmur ki, ondan qaçış mümkün olsun. Misal üçün, Ukrayna müharibəsində dronlar yüksək sürətlə hərəkət edən minik maşınlarını necə vururdu, bunun şahidi olmuşuq. Hələ bu avtomobillər asfalt yolda qaça bilmirdi. Qaldı ki, torpaqda necə qaça bilər. Texnika torpaqda neçə kilometr sürət toplamalıdır ki, dron onu tuta bilməsin. Ona görə də əsas önəmli olan sistemin vur-qaç prinsipinə uyğun olmasıdır. Səfərdən atışa, atışdan səfər vəziyyətinə tez hazır olmalıdır. Mövqe tutduqdan sonra atəşə tez hazır olmalıdır. Atəş açdıqdan sonra mövqeyini tez tərk etməlidir ki, düşmənin cavab atəşindən yayına bilsin. AM-120 Minatanı iki fərqli modeldən ibarətdir. Bu modelin biri böyük qülləli bir modeldir. Bu modeldə 60 ədəd mərmi barabanda yerləşir. Səhv eləmirəmsə 40 ədəd də ehtiyat bölmədə yerləşir. Digəri isə kiçik qülləli, az mərmi tutumlu bir modeldir. Bu modelin barabanının 36 mərmi tutumlu olduğunu təxmin edirəm. AM-120 Minatanının artilleriya bölməsi kabinədən idarə olunur. Hədəfin nişan alınması, mərminin lüləyə ötürülməsi, atəşin aparılması, bütün bu proseslər kabinədən həyata keçirilir. AM-120 Minatanının çapı 120 mm, tuşlama bucağı şaquli -40, müsbət 80 dərəcə, üfüqi 360 dərəcə, atəş tezliyi dəqiqədə 20 atış, mənzili minimal 504 metr, maksimal 8200 metr təşkil edir. AM-120-də heyətin örtülü şəraitdə atəş aparması, məsələn, yerə düşmədən, açığa çıxmadan, səfərlə yanaşı döyüşdə də içəridə zireh qorunması altında olur ki, bu da heyəti həm düşmənin cavab zərbələrindən qoruyur, mərmi çox yaxına düşüb zirehi deşmədiyi halda ekipaj qorunma altında olur. Eləcə də sistemin örtülü olması heyəti həmçinin hava şəraitindən qoruyur. Heyət içəridə olduğu üçün isti, soyuq, yağışlı, qarlı hava şəraitindən təsirlənmir. Belə, bu qədər dostlar. Əgər video xoşunuza gəldisə bəyənməyi, kanala abunə olmağı və şərhlərdə öz fikirlərinizi qeyd etməyi unutmayın. Videonu bura qədər izlədiyiniz üçün hamınıza minnətdaram. İnşallah gələn videolarda görüşərik.